Salam, salam, hoş gördük, var olun. Bildiğiniz kimi Cənab Doktor Faik müəllim zəhmət çəkmişsiniz, dəvətimizi qəbul etmişsiniz. Çünki farsça danışığa geçdi. Mən 2 dəqiqə istədim sizə vaxt verəm ki, öz fikirlərinizi bu gün münasibətindən bağlı, 21 Azər münasibətindən bağlı və möhtəşəm bu konferansla bağlı ki, Stockholm şəhərində geçib 2 dəqiqəlik, 3 dəqiqəlik fikrinizi alalım buradan. Təşəkkür edirəm. Çok sağ olun. Öncelikle 80 illik Azerbaycan Milli Hükümetimizin yaranması münasebetiyle bütün Azerbaycan halkını tebrik edirik. İnşallah bu 80 illik bizim için büyük bir dövürdü. Biz bu dövrün 79 ilini Milli Hükümetimizin varlığı olmadan geçirdik. Ancak yeniden Azerbaycanımızın güneyinde de Milli Hükümetimizin kurulmasına nəinki ümidliyik, bunu edirik, yəni bunun gerçəkləşməsi üçün əlimizdən gələn edirik və çox sevindirici haldır ki, artıq əvvəlki illərə nisbətdə məhz Azərbaycanımızın güneyindən olan bir çox təşkilatlar bir araya gəlirlər, baxışları fərqli ola bilər, yəni artıq deyək ki, burada liberal, sosial, milli və digər deyək ki, yönlü siyasi baxışlar ola bilər. Ancaq sevindirici odur ki, məhz Seyid Cəfər Pişəvərinin bizim Milli Hökumətimizin baş nazirinin